Salam, Qoldumaz deyir tədris mərkəzi. Bu gün sizlərə tərs funksiyaya aid bir sualın izahını verəcəyəm. Keçək sualın şərtinə. Bizə f-1, 3x-1 bərabərdir 2x plus 3 funksiyası verilib, f7 plus f-1, 2 dəyəri soruşulur. İndi burada nə edirəm? Yazıram f7 plus f tərs funksiya 2 bərabərdir. Əvvəla f tərs funksiya 2-ni burada hesablaya bilərəm. Yazıram f-1, 3x minus 1 bərabərdir 2x plus nəyə? 3-ə. 2-ni tapmaq üçün x-in yerinə 1 qoyaram. O zaman 3-ü 1-ə vuramda 3 edir, 1 çıxanda 2 edir. Yəni ki, f-1, 2 tərs funksiya bərabərdir. X-in yerinə 1 yazıram. 2 vur 1 üstə 3. Bu neçə edər? Bu edər 5. İndi bizə f7-ni tapmaq tələb olunur. F7-ni necə taparam? Yadınızda saxlayın ki, f tərs funksiyada bir a bərabərdir b olarsa, o zaman b ilə a-nın yerini dəyişsəm, onda f-b dəyəri a-ya bərabər olmuş olar. İndi bu qaydadan istifadə etsəm, mən bu funksiyada f 2x üstə 3 yerini dəyişsəm bunun bərabərdir neçə olar? 3x minus 1 olar. İndi f7 dəyərini soruşur. F7-ni tapmaq üçün x-in yerinə neçə qoyuram? 2 qoyuram. Yəni ki, f 2, 2, 4 üstə 3, 7 olar. Bərabərdir 3 vurasım 2 minus 1. 3, 2, 6 minus 1. O da neçə edər? 5 edər. İndi bizdən soruşur f7 dəyəri. F7 dəyərini tapdım. 5 üzərinə gəlinsin. F tərs funksiya 2-nin isə o da 5 tapdıq. Bərabərdir cəm neçə edər? 10, 20 olar. Doğru cavabımız isə D variantıdır.